Əməkdar artist Aybəniz Haşimova influencer qızı Aynişan Quliyeva ilə bağlı paylaşım edib. Haşimova övladının ad günü olduğunu bildirib. O gün çox qəribə bir gün idi. Sanki Allahla üz-üzə qaldığım, həyatımın ən böyük imtahanını verdiyim gün idi. Həmin gün ana adını qazanacaqdım. Bəzi hisslər var ki, sözlə ifadə olunmur, yaşanır. O gün elə möcüzəvi günlərdən biri idi. Hamı məni gözləyirdi, mən isə onu. O an yalnız Allahla danışırdım. Tək bir arzum var idi. Balamın sağ-salamat dünyaya gəlməsi. Bəlkə də o gün əllərim göyə 1000 qat uzanmışdı. Onun dünyaya salamat gəlməsi üçün çox əziyyət çəkmişdim. Göydə Allah, yerdə həkimlər qoruyurdu. Və gecə saat 01:30-da 20-dən 21-nə keçən gecə bir səs gəldi. O səs balamın səsi idi. Sanki o düşünürdü ki, anası fəryad edir. O an başa düşdüm ki, ana fəryad edəndə balanın canı necə yanırmış. Başqa bir dünyaya düşdüm. O dünyada yalnız mən və balam var idi. O dünyada çox xoşbəxt idim. Mən onu dünyaya gətirdim, amma onu qorumağı Allahdan istədim. İndi də istəyirəm. Allah heç kimin balasını peşman etməsin və heç kimə imkan verməsin ki, kimsə kiminsə övladını incitsin. Səni bu dünyada ən çox xoşbəxt görmək istəyən insan kimi deyirəm. Aynişanım, bilirəm sənin ürəyində heç vaxt pis niyyət olmaz. Sən bu dünyanı sevən, insanları sevən bir qəlbə sahibsən. Qoy Allah da səni qorusun, səni arzularına çatdırsın. Sən dünyanın ən gözəl övladlarından birisən. Daim var ol. Səni bu həyatda hamıdan çox sevən anan.